Yasla bağlı baş verən xurafatlardan və bidətlərdən danışarkən davam edək. Ən çox baş verir bu əməllər qəbirstanlıqda. Cənazəni qəbirə qoyandan sonra, torpaq töküləndən sonra hər hansı bir parçanın üzərinə sərilməsi və yaxud da ki, güllərin onun üzərinə düzülməsi olsun, ətrafda güllərin, ağacların əkilməsi olsun, qəbrin hasara alınması, bu kimi əməllər hamısı bidətləri sayılır. Dində heç bir əsli yoxdur. Sonra isə baş daşını qoyarkən üzərinə adların yazılması, hər hansı bir şeirin, qəzəlin yazılması olsun. Və bunlar hamısı bidətlərdir. Dində heç bir əsli yoxdur. Və həmçinin bunlar böyük bir fəsada yol açır. Şirkə aparan əməllərdəndir qəbirlərin bəzədilməsi. Və buna görə də Allah Rəsulü sallallahu əleyhi və səlləm bu əməli etməkdən çəkindirmişdir ümmətini. Hətta ölüm anında bunu təkrar deyərdi ki, buyurardı ki, hədis İmam Buxari gəlir: "La'anallahu yahuda və nəsara ittəxuzu qubura ənbiyəhin məsəcidə." Allah Yahudilərə və Nəsranlara lənət etsin ki, öz peyğəmbərlərin qəbirlərini məscidlərə çevirirlər. Bu da onu göstərir ki, Allah Rəsulü sallallahu əleyhi və səlləm ümməti üçün bundan çox qorxmuşdur. Ümmətini bundan çəkindirmişdir. Ölüm anında bu bir sözün təkrar deyilməsi onu göstərir ki, bu əməl çox vacib əməllərdən olub ki, bunu Allah Rəsulü sallallahu əleyhi və səlləm tez deyib ki, ümməti bundan çəkinsin. Ümmətin bundan qorxduğu üçün bunu təkrar demişdir ki, ümməti bu əmələ, bu şirkə düşməsin. Bu əməlin qəbirlərin bəzədilməsinin nə qədər təhlükəli olduğunu göstərir. Böyük bir fəsada, şirkə aparan əməllərdən sayıldığını göstərir.